Dostlar salam, necəsiz? Yaxşısınız inşallah. Bugün İbrahimlə bir gözəl günə başladıq. İnanın mənə hər gün eyni görsənir. Amma İbrahimlə yaşadıqca heç biri eyni olmur. Hər günüm maraqlı, dəyərli olur. Bəzən deyirəm həyat bizi çox çətin yola çıxardıb. Bəzən də baxıram İbrahimin bir gülüşünə, deyirəm Allahım, necə gözəl gündür bu gün. Necə gözəl səhərlər, necə gözəl günlərim var. Min şükür sənə Allahım, belə bir payla məni mükafatlandırmısan. İbrahim böyüdükcə mən də böyüyürəm. Hər dəfə yolu gedəndə, insanlara baxanda, gündəlik həyat yaşayanda düşünürəm, hamı harasa çatmağa çalışır. Mən hara çatmağa çalışıram. İbrahimi gözəl yaşatmaq üçün gözəl gələcəyəm. Hara gedirik, nə edirik, nə yaşayırıq, fərqi yoxdur. Yetər ki, yanımda İbrahim olsun, mələyim olsun. Onun gülüşü, onun sevinci, onun xoşbəxtliyi bu dünyada hər şeyə dəyər. Hər kəsin bir həyatı var. Amma bizim həyatımız həmişə biraz duyğulu, biraz maraqlı, biraz da xüsusi olacaq. Çünki İbrahim kimi övladım varsa, heç bir gün sıradan keçməz. Hər gün biraz sevgi, biraz mübarizə, biraz möcüzə daşıyır. Və mən bu möcüzəni hər gün yaşayaraq öyrənirəm. Hər gün fərqinə varıram ki, bu həyat gözəldir. Yaşadıqca daha gözəl olacaq.